Dünənki bərk yağışdan sonra, belə deyək də, doludan sonra bizim zeytunlarda pambıq xəstəliyi var idi. Pambıq sonra qara gənə deyirlər o xəstəliklərdən. Onları yuyub aparıb, belə deyək. Amma həmçinin də zeytunların bəzilərinin budaqlarını qırıb. İndi burada görünmür, amma çiçəyini də töküb yerə. Bir də ki, digər ağaçların, məsəl üçün, ərik ağacının barını töküb, yarpağını qırıb, sonra çiyələk vardı onların. Amma ümumilikdə təbiətdir, normal bir haldır. Yəni ki, yağış da yağmalıdır, dolu da yağmalıdır.